Madem ki sual verilib, biz də cavab verək. Və deyirlər ki, Elşad Miri deyir ki, nəyə lazımdır ki, Kəbəni 7 dəfə təvaf etmək? Buna necə cavab vermək olar? Buna bu şəkildə cavab verir ki, ən birincisi Allah Taala o adama ağıl versin. İkincisi ona hidayət versin. Çünki ağılı olmayan insana hidayət gəlmir. Və Allah Taala hidayəti, nuru ağıl sahiblərinə verir. Və insanın hər hansı bir diplomu və yaxud da elmi nailiyyətləri olması heç də o demək deyil ki, insanın ağlı və yaxud da elmi vardır. İnsan əgər illərlə yox, əsrlərləndir ki, nəinki müsəlmanların, İslamın alimlərinin, dahilərinin, əzəmətlilərinin üzərində icma etdiyi və Peyğəmbər sallallahu aleyhi və səlləmin İslamın sütunu saydığı, hansı ki İslam onun üzərində dayanır. İslam üzərində dayandığı 5 sütundan biri də orucdur. Abdullah ibn Abbas buyurur ki, İslam 5 şey üzərində bina olub. Şəhadət gətirmək, namaz qılmaq, oruç tutmaq, zəkat vermək və həcc etmək. Yəni, həcc İslamın dayağıdır. Adam həccin əhkamları ilə istehza edir. O videonu mən də gördüm. Deyir, nə var? Təvaf eləyəndə nə olur? Gedib orada şeytana daş atanda, deyir, Allah Taala bizə bunu istəyir bizdən. Deyir, qara kub şəklində bir dənə evdə insanlar, ay xəstə insan. Bu, İbrahim Peyğəmbərin əzəmətli ibadətidir. Hətta rivayətlərə görə onu nəinki İbrahim Peyğəmbər, nəinki Adəm Peyğəmbər, mələklər insan yer üzünə gəlmədən öncə onu Kəbə evi olaraq tikmişdilər. Hətta onun üzərində səmada da bir Kəbə var ki, ona Beytul Mə'mur deyilir. Peyğəmbər sallallahu aleyhi ve sellem ki, o qopsa Kəbənin üzərinə düşərdi. Və gündə o Kəbəni də 70 min mələk ziyarət edir və bir daha oraya geri dönmürlər. Və yerdə də insanlar üçün, Allah onu insanlar yaranmamışdan öncə belə onu insanlar üçün ibadətgah, məbəd etmişdir. Ki, orada gedib Allahı anıb, onun şəninə təriflər desinlər. İbrahim Peyğəmbərin həyatında baş verən o hadisə ki, oğlun qurban kəsmək istəyir, şeytan gəlir ona mani olur, orada şeytana daş atır. Və bunu da Peyğəmbər sallallahu aleyhi ve sellem rəmzi olaraq İbrahim Peyğəmbərin dinindən iqrar eləyib saxlamış və şeytanın düşmənçiliyin və İbrahim Peyğəmbərin şeytana qarşı olan əzimkarlığın, nəfsi ilə mübarizəsinin və Allahla arasında olan dostluğa İsmailin belə girə bilməməsin sübut etmək üçün o əzəmətli ibadətlər edir. Sən kimsən axı? Sən nə bilirsən axı? Sən İslam barədə danışırsan. 14 əsrdir İslamın dahilərinin, İslamın müsəlmanların dahilərinin üzərində icma elədiyi, ittifaq elədiyi şeyləri sən ağıllı çıxmısan. Sən əgər özün İslam dininin hər hansı bir şeyin öz həyatında tətbiq edə bilmirsənsə, bu sənin öz sorunundur. Və buna Allaha görə özün cavab verəcəksən. Amma bunu edə bilmirsənsə də, bunu insanlardan çəkindirmək, insanları bundan alıqoymaq, vallahi ki, bunun sonu cəhənnəmdən başqa bir şey deyil. Və bu əməlin sahibi İslam dinindən bir dəfəlik çıxır. Çünki alimlər ittifaq etmişlər ki, kim İslam dinində bilinməsi zəruri olan bir şeyi inkar edərsə, o müsəlmanların icması ilə dindən xaric olur. Bu insan cahil deyil, bu insan hər şeyi gözəl bilir. Və bu insan İslam dinindən bilinməsi zəruri olan həcc əhkamı istehza eləyir. Və istehza eləməkdə ümumiyyətlə cahillik yoxdur. Biri var sıradan inkar eləyə, ateistlər kimi. Bu isə istehza edərək inkar eləyir. Vallahi ki, bunun şərri ateistlərdən də pisdir. Çünki nəyə görə? Bunu insanlar İslamdan görür. Amma o ki, qaldı ki, insanlar bu kimi və yaxud da bu xislətdə olan digər insanlar ki, niyə görə bunları sevib dinləyirlər? Çünki bu insanlar həmişə insanlara xəyanət edirlər. Onların şəhvətlərinə və istəklərinə uyğun olan şeylərə onlar üçün şərait yaradırlar. Bir dəfə görmüşsünüz, onlar nəyisə haram desinlər, heç vaxt deməzlər. Çünki insanları incitmək istəmirlər. Çünki bunlar publikaya işləyirlər. Çünki bunlar həqiqətdə jurnalistlər, bunlar şovmendirlər. Bunlar baxırsan, oxuyanla, oynayanla, nə bilib, neynəyənlə həmişə bir yerdədirlər. Bunlar heç vaxt İslam təəssübü olmayıb, İslam qeyrəti olmayıb, İslamı qorumaq, İslamın himayəsində durmaq olmayıb. Ona görə də Allah da onları himayə eləmir. O və onun kimi insanları. Və bir daha mən, baxmayaraq onun barədə danışmaq, yenə deyirəm ki, Allahdan qorxsun. Nə qədər ki, ruhu bədənindədir, nə qədər ki, günəş batdığı yerdən doğmayıb, Allaha tövbə eləsin, özün islah eləsin, özün tərbiyələndirsin və Allahdan qorxsun. Özün də fikirləşmirsə, müsəlmanların dəyəri olan, müsəlmanların inancı olan, illərlə də hörmət olan şeylərə hörmət eləsin.